Videoya necə başlamışamsa bilmirəm. Onu fərq elədim ki, videoda nə salam demişəm, nə bir şey. Ona görə də bunu videonun ilk hissəsinə qoyacağam ki, hər birinizi salamlayıram. Yəni hörmətli kim çıxmasın. Təşəkkürlər, keçək videoya. Bura bizim üniversiteye giden yolumuzdu. Burada gelip burada keçmək istədiyinizi bildirirsiniz. Azərbaycanda da buna uygun bir şey var ama onun o kadar da işlədiyini inanmıram. Herhalde burada işləyir deyə yanımı nə göstərə bilirəm. İndi təsadüfən oldu mən basan kimi yol verilmə məsələsi ama burada da biraz gözləyirsən. Həm şəkildə gözləyirik. Əslində indi maşın yoxdur, keçmək olar. Amma bəzən belə gələ bilir, ona görə risk atmağa dəyməz. Biraz gözləməkdən heç nə olmaz. Ha, yaşlı oldu. Maşından avtomatik. Yəni, düzdür, bunu elə başa salaram ki, elə bir biz qırmızı olanda deyəmirlər, amma burada ümumiyyətlə maşın saxlamaq və qədəyə yol vermək mədəniyyəti biraz tamam başqa cürdür. Məsələn, hansı ki piyada keçidləri olan yerdə və işıqların olmadığı yerdə, yəni maşın sizi baxın bu hazırdakı qabaqdakı maşının olduğu yerdə gördüyü andan etibarən dayanmağa başlayır və siz yəni yolu kesirsiniz. Bu cəhətdən çox yaxşıdır. Biraz çox fərqli hiss elətdirir bizim ölkəyə nisbətdə. 10 dəqiqəyə dərsim başlayır. Gedirəm dərsə. Təqribi 4 saat dərs keçəcək. Ondan sonra isə mənim bir-iki sifarişim gəlib. Yəni bundan sonra kameranı belə üzərimdə tutmayacağam. Kamera tutan almışam. Düzdür. İnşallah ki daha çox keyfiyyətli bir şey çıxar. Bunu görək. Hə, buranı da göstərim. Bura gəlirik. Hər həftənin eyni günü. Qapılar avtomatik açılır bu arada. Hər həftənin eyni günü kartımı yeniləməliyəm. Ki kartım işləsin. Kartımı da bax burada yeniləyirəm. Bir dəqiqə. Kartımı bura qoyuram. Yaşıl və qırmızı. Artıq kartım yenilənir. Bu da kartımdır. Bu da mən. Normalda bu şəkil ortada olmalıdır. Və hamıda da öyle oldu. Ortadaydı. Ama niyəsə sağ olsun məni çəkən xanım, qapı açılmır. Sağ olsun məni çəkən xanım şəkil nəsə düzəməlli çəkmədi. Mən də verirsin, bu qapı niyə açılmır? Dəyişədə qardaş. Biraz təriflədiyib bunların qapılarını açılmırlar. Xarab olub nəsə. Normalda belə deyil. İndi nəsə xarab oldu. Heç nə. Bət deyil. Bura kitabxanadır. Bura özəl inşallah ayrıca bir video çəkməyə planlayıram. Çünki həqiqətən çox möhtəşəm kitabxanadır. Tələbələrə burada verilən imtiyazlar çox yaxşıdır da. Yəni, içəridə kompüterindən tutmuş, hərəkət edən kitab rəflərinə qədər hər şey var. Həm elektron kitabxanası var, həm belə bildiyimiz ənənəvi kitabxanası. Çox yaxşıdır, çox. Bu da belə maraqlı, fərqli dizaynda olan binalar. Amma ümumi şəhərə baxanda şəhərin bina tikililəri çox qədimidir. Yəni yeni binalar çox az görərsiniz burada. Hələ bura Coventry'nin tam mərkəzi deyil, tam mərkəzi o tərəfdədir. O tərəfə gedəndə orada daha yaxşı göstərəcəm. Dərsdən sonra böyük ehtimalla gedəcəm o tərəfləri və sabah dəyişmək. Özünüzün sabahları imtahanım var, ilk imtahanımdır. Burada prezentasiya işimiz var, qrup işidir. Ona təqdim edəcəyik. Amma ona oturub bu axşam hazırlaşa bilərəm. Yəni
Orada sadece öğrenmeli olduğum bir kısım var, onu öğreneceğim. Baxın, bu binada çox vaxt toplantılar, görüşlər keçirilir. Ya müəllim dəvət edir, ya ümumiyyətlə tələbələr burada görüşlər təşkil edə bilirlər. Həm burada daha çox görüşlər olur, həm də daha çox kitabxanada olur. Bir də burada mesela arkada gördüğünüz Coventry'nin logosunun olduğu binalar dəhşət çoxdur. Baxın, biri oradaydı, biri buradadır. Bundan sonra başka yerlerde de çoxdur, görmək olur. Bu arada kitabxananın arxa girişidir. Biz şimdi hazırda Jaguar Center'a gidirik. Burada dərslər keçirilir. Yəni mənim 2 dərsi var, ikisi de burada keçirilir, ki başqa yerə gitmir. Bu yol körpünün altından qarşıya keçən yol şəhərin mərkəzinə gedən yoldur. Mağazalar, restoranlar, ağınıza gələ biləcək hər şey var. Amma məsələn biz olduğumuz yataqxanadan bura gələndə, yəni şəhərin mərkəzinə getmək istəyəndə bura ilə gəlmirik, çünki bura uzun yoldur. Bura üçün daha qısadır, nəinki digəri. Baxın, gördüyünüz kimi bundan bəhs edirdi. Beyandı, yol verdi. Bir de burada maşının söz bilmirəm Azərbaycanca yenidir yoxsa yox, rolu sağdadır. Sayılı olarak soldadır. O gördüğünüz yeri çəkən də mənim 40 yoldaşımdır. Belçikalıdır. Niyə haqqında çox şey bilirəm. Əslində düzdür, bildiyimi demədim. Amma çox şey bilirəm. Deməli buradan daxil oluruq bizim binamız. Burada oturanlar, bu var yok ama oturanlar görüp şimdi. Her iki içeride başkaları var diye sevgilim. Bu bizim əliliyim. Bakın, burada da eyni şəkildə kartı vurup keçirik. Belə maraqlı bir məlumat deyim. Kartı əgər mütəmadi olaraq vurmasaq 4-5 dərs sonra bizdən məlumat gedir viza mərkəzinə. Və orada da bildirirlər ki, bu tələbə oxumaq üçün bura gəlməyib, burada yoxdur, dərslərə girmir, avtomatik də viza deaktiv olur. Ona görə məcbur kartı vurmalıyıq. Bu var bizim qrup yoldaşlarımızdır. Bu Cavid, Osman, salamdır Osman. Hər bir haqqında ayrı məlumat verəcəm. Qoy dərsdən sonra. The 6 groups, because it is quite funny how you all clump together in your little Gələn həftəki təqdimat şimdi biz Azerbaijan qrup. group. Hello. Ready for Man U tonight? January starters, got Belgium clique. Bizdən bir satqın var. Keçib burada başqalarına oturur, baxam. Bak seti göründü bu. So what Məşhur you'll Nihat be bəy. finding, and I do appreciate you all signing up. I put the Romanian clique. Bizi genelteki grup işlerine göre gruplara böləcək, imtihana göre, onun deyir. It really annoyed me because I couldn't work out. There's 40 of you. 2 of them managed to choose. One person. Müəllim managed budur. to Bugün work bizdə on bu the dərs individual deyəcək, list dostluq and deyəcək. on the pairs. Who's going to own up to see who that was? Because I was working out, going, who's this person I couldn't find? It took me ages, but I figured it out. Kiçik bir break verdiler. Biraz istirahat eləyik deyə. Havada güneşlənib. En sevdiğim hava tipi olub. Gəlmişik kitabxanaya. İzdasımız var. Ugo, say to hello bro. Hi, this is the message I sent. This is Nelson. This is Ugo. See you are. Ve Zabit. This Özümü de koyacağım. okay. His name is in Aaron. Yeah, you're still in Aaron's group. Aaron is your your No. He's in your group. I'm just Bizim başka bir grup yoldaşımız da var. Aaron sağ olsun özü gəlməyib. Onun haqqında danışırıq. Axır məşğul edəcəm Zabit, gözlə. Nə dedin bə var qardaşım? Estağfurullah, estağfurullah. Buna çok qulaq, buna çok qulaq asmayın. Bizim görüşümüz nəhayət ki bitdi. İndi gedirik evə. Bayaq dediyim o kargolarımı götürməyə gedirəm. Kamera tutan, belə mikrofonza da almışam, görüm inşallah yaxşı olacaq. Deməli nəhayət gedirəm.
mallarını götürməyə. Bir də çox pis qaydaları var ki, müəyyən saat aralığında verirlər artıq. Məsələn, 0. çoxdan getmişdim, gələn kimi getmişdim, amma vermədi. Deyib, bir saat sonra gəl, saat 7-də gəl, götürə bilərsən haqqı. Ona görə. Ən çox götürmək istədiyim bu telefonu tutmaq sunulanıdır. Selfie çubuğuna oxşar bir şeydir. Yəni burada telefonda bilmirəm niyə belədir. Çox yaxından çəkir məni. Yəni normalda bu qədər yaxın olmamalıdır. Ona görə. İndi girim proses izah eləyəcəm sizə necə götürürük. Yəni burada da həmin saatlar yazıb var. 12-dən 1-ə qədər, ümumiyyətlə səhər 12-yə qədər götürə bilməzsən. 12-dən 1-ə qədərdir, sonra günorta 4-dən 5-ə kimi, sonra 7-dən 11-ə kimi gecə 12-dən də səhər saat, səhər yox, gecə. Hə, bu ümumi şeydir, 6-cı günə aiddir bu heç. 6-cı gündə günorta 12-dən axşam 9-a qədər götürmək olur. Amma ümumiyyətlə 1-dən 5-ə qədər bu gündə bu saat aralığında götürə bilirsən. Bazar günü ümumiyyətlə götürmək olmurmuş. Bunu da indi öyrəndim. Deməli gəlib buradan götürürük. Amma burada pasportu birində təqdim edirik buradakılara və soruşurlar ki, sizə mail gəlib, ümumiyyətlə malla bağlı. Ya burada balaca mallar olur yuxarıda şkafda, məktub kimi, ya da nə bilim kartca sifariş verirlər, solar verirlər. Orada deyilsə, buradan çıxıb solda başqa bir bina var. Oradan götürürlər, gətirirlər bizim paketlərimizi verirlər. Yəni burada nəsə sifariş eləsən, əgər yataqxanada qalırsansa, birbaşa olaraq özünə gəlmir. Lobiyə gəlir, oradan götürürlər. İndi gəlsin, çıxıb gedim. Nəhayət götürə bildim. Burada qapıların yarısı avtomatikdir, yarısı əndən açılandır, qərbəsindən. Burada avtomatikdir. Amma burada sən bayıra çıxmaq üçün darvaza olan orada da düyməni basırsan, amma yəni kartı vurursan. Amma özün əlini açmırsan da elə deyil. Belə. Gedib gətirdim nəhayət ki. 5 dənə şey var burada. Kamera məhsulları. Yəni sırf çəkiliş üçündür hamısı. Başlayım elə bundan ən sevdiyim bu oldu. Çünki həm istədiyim yerə qəşəng sabitləyib saxlaya bilirəm bu var. Gördüyünüz kimi əyilir və məsələn adi bu şkafın özündə belə bunu sabitləyə bilirəm. İstəsəm belə əlimdə saxlaya bilərəm, selfie çubuğu kimi uzaqdan. Maraq o da, yəni çöldə ən çox işimi bu görəcək böyük ehtimalla. Bu heç, bu bildiyiniz selfie çubuğudur. Əslində böyük ehtimalla bayırdakı çox çəkilişi bundan eləyəcəm. Çünki bunun bu uzanması çox yaxşıdır. Bayaqlar onsuz da gördünüz də çəkəndə necə yaxından göstərirdi. Burada Bluetooth avtomatik bağlandı. Bunu basıb saxlayandan sonra bax belə işığı yanır gördüyünüz kimi. İşıq yanandan sonra avtomatik olaraq Bluetooth açılır. Bu da heç onsuz da normal selfie çubuğu kimidir. Burada sağ olun. Mikrofon. Bu arada bunların hamısını Temu'dan almışam. Hamısını. Daha uyğun qiyməti idi. Bu mikrofon, bu belə boş qutuda gəlməyib. Üstündə bunun klonkası var idi. Sadəcə açıb baxdım deyə indi klonkası zırıldı. Deməli, içindən bu kağızı heç içindədir. Bu küləyə qarşıdır, yəni cızırtıya qarşı mikrofon yerə taxılır. Mikrofon özü belədir. Deməli, bunun özü telefonun alt hissəsinə taxılacaq bu. Amma bu isə yaxa və yaxud da mikrofon hara qoyacaqsa orada. Keçək bu birisinə. Bu birisi bu da əslində aralarında sevdiyimlərdəndir. Bu da çox maraqlı bir şeydir. Sinəyə bunu bağlayırıq. Belə iplər də var keçirməli. Ondan sonra nə bilim, ya yemək bişirəndə, ya da nə bilim, bunu təkcə kameranı ora sabitləyib adi şəhəri gəzəndə də istifadə etmək olar. Bu maraqlıdır. Bu isə yəni bildiyimiz tripoddur. Sadəcə tripodun daha belə
necə deyim, əlverişli versiyası mı deyim, növü mü deyim. Çünki yəni bunu da həmçinin ya şkafa ya da nə bilim, baxın buradan belə bağlanır. Öz masamın altına belə sıxıb telefonu da bu hissəyə keçirib istədiyim kimi fırladıb şey eləmək olar. Bu da bəzi çəkilişlərdə çox işimi görəcək. Ümumi belə. Bu gün əslində o qədər maraqlı şeylər olmadı. Bir dəqiqə qoy kameranı çevirim. Dediyim kimi bu gün o qədər də maraqlı şeylər olmadı. Bu arada bu bayaq göstərdiyim o tripoddur. Bu balaca olan. Hansı ki istədiyim yerə monte eləyə bildiyim. Bu gün o qədər də maraqlı şeylər olmadı əslində. Yəni normal bir gün idi. Hələ şəhərin mərkəzinə getmədim, marketdə falan gəzmədim. İndi bilmirəm bunu bir video olaraq mı ataram, yoxsa başqa bir günün videosunda birləşdirib ataram. Hər halda bundan sonra çalışacağam çəkilişlər daha keyfiyyətli olsun, həmçinin səs də daha keyfiyyətli olsun. Heç bugün çəkdiyim ümumiyyətlə heç bir səsə qulaq asmamışdım, bilmirəm. Oradakı səslər necə gəlib, mikrofonda hansısa bir problem varmı, yoxmu, bir səsim ümumiyyətlə yaxşı gəlməyib. Yəni telefonun mikrofonu ilə çəkmişəm. Yəni səsi qeyd almışam. Ümid edirəm yaxşı olar. Ya gələn videoda ya da gələn gün, yəni əgər 2 gün arda olacaqsa bu çəkiliş, o gün də görüşənə dək. Özünüzə yaxşı baxın, hələlik. Nətərsən Zavid? Yeri imtihana. Yaxşıyam. Heç yaxşı yoxsanmırsan necə? Süper. Yalandan beri. Nəsə nesə anlatır Ayzar. Sınıf. Osman Gözlərdən nə qədər Zavid var? Gözəntim 10'dan 9.5. Deyilənə görə müəllim o qədər də yaxşı qiymət yazmırdı. Suallar da çətin imiş. Görək də. Prosta müsbət tərəfi odur ki, hərəmizə 3 dəqiqə düşür. O 3 dəqiqə ərzində görün niyə bilir. Müsbət yoxsa mənfi tərəf? Bu müsbət tərəfidir. Mənfi tərəfdir. 3 dəqiqə yazamam. Ən azından çox danışmırsan da, çox danışmaq çox təhlükə edilməkdir. Çox da qatırqaya bilər. Ona görə məncə yaxşıdır. Hava da soyuq, daxil. Görə başımıza nə gəlir. Mikrofon da aldım döyənləri. Prosta mikrofon səsi heç xoşuma gəlmir. O bluetoothlu mikrofon. Bilmirəm, xırıltır bir şey. Xırıltır gəlmir, bir dərindən gəlir səsin. Nerede gidip yoxlayaq. Gəlir də yoxlayım. Bugün də mikrofonsuz çıxıb görək nə olur. Amma görən çəkdiyim videolara baxdım, səsim qəşəng çıxmış. Pis deyil. Yox, mikrofonsuz da telefonun özü ilə. Prosta indi küləkli havada mikrofonsuz yaxşı olmayacaq da. Ancaq şıxıltı gələcək. Gedək indi kitabxanaya. Xəbərim yoxdur. Gedirik kitabxanaya, biraz da hazırlaşaq. Başımıza nə gəlir. Gəlmişik kitabxanaya. Bu haqqında ətraflı video çəkəcəm. Çünki burada həqiqətən göstərməli yer çoxdur, dəhşət. Şimdi bizdə biraz imtahan stresi var deyə gəlmişik təkcə imtahana hazırlaşmağa. Yer yoxdur? Gedək sıra buralarda deyildim. Burada kitabxananın 10%'dir. Neyse, mən telefonu döndürəcəm çünki telefondan oxuyacağım böyük ehtimalla. Bitirəndən sonra görək başımıza nə gəlir. Birdən-birə keçdik axşama. Burada videoda vaxt çox tez keçdi. Bizim üçün ümumiyyətlə keçmək bilmirdi. Çox pis, bərbad bir imtahan keçdi. Səbəbkarı həm bizi, həm də biz deyilik. Qısa indi bəhanə olmasın, onu qısa bir izah verim də. İlksiliyi qətiyyən eləmək istəmirəm, qətiyyən. Zəhləmir ilksiliyidən. Amma qardaş, bu Hindistanlılardan çəkirik də, vallahi çəkirik də bunlardan. Boğazı yığmırlar bizə də. Deməli bizim imtahanımız qrup işidir. Biz araşdırma aparmalıyıq Almaniyada idman haqqında da. Qardaş, bu insan bizim təşkil edilmiş görüşlərə gəlmir, bu həmin Hindistanlı şəxs. Görüşlərə gəlmir, məlumat atmalıdır, götürüb bir səhifə ChatGPT-yə yazdırıb atıb, heç bir referansı yoxdur, heç bir dəlili yoxdur, elə-belə də mırta. Deməli, axırıncı dəfə imtahandan bir gün qabaq dedik ki, uşaqlarla görüşək ki, praktik eləyək də, ən azından bir dəfə praktik eləyək ki, plan kəs, sən bunu da aşacaqsan, sən də bunu da aşacaqsan. Heç nə, gəldik,
Hamı gəldi, bu yoxdur. Səhərsi gün bir dənə buna mesaj çatıb, mənə yazıb, mən təzədən yazdım ki, bəs niyə gəlmədin də dönənləri, biz görüşmüşdük axı. Mənə nəticə yaxşıdır, istirahət eləyirdim. Elə bir zadıq burada. Qısmaşdırır. Biz burada nəyik ki, biz istirahət eləyənmərik, sən bəxtəvər başla, sən yesin istirahət eləyirsən, telefonu da söndürüb. Nə mesaj çatır, nə ümumiyyətlə zəng çatır. İndi imtahan günü gəlib, çıxıb farmazonluq eləyir ora. Bu adama cəmi bizdə səhifə şey verdi ki, onsuz da işləyib, də işlə bilmir. Introduction hissəsini vermişik ki, introduction hissəsində bir dənə elə belə danış. Bizi təqdim elə də, yəni qrupu təqdim elə. Ki, bu Ülvidir, məsələn üçündə, bu Caviddir, bu kimdir, bu kimdir. İşte için budur. Götürdü onu, telefondan oxudu üzündən, müəllimin gözündə baxa-baxa. Və müəllim dedi ki, bu yəqin məndən məzələnir, məndən mırtdaşır. Heç nə, sağ olsun müəllim, qəşəng döşədi suallardan. Biz də ala yarımsıq cavab verdik. Çətin idi, valla çətin idi. Çünki verdiyi suallar ümumiyyətlə bizim işimizdə yox idi. Yəni tamam başqa yerdən suallar verirdi də. Yəni o demək deyil, bizim dərs aidiyyatı yox idi, amma yəni heç gözləmədiyimiz yerdən də türklər dedi, çalışmadığım yerdən gəldi. Amma bizdə də elə. Gözləmədiyimiz yerdən gəldi suallar. Ona görə düşdüzdü bilə. Ələk cavablar bilinmir. Kaş bilinməyəydi, kaş çıxmayaydı cavablar. İndi görək. Yəqin ki, bir həftəyə çıxacaq. İşin pis tərəfi də odur ki, birinci gün və ikinci gündə bizdə full imtahan günüdür. Nə bilim, qəribə bir simülyasiya kimi bir şey deyirlər. Birinci gün səhər saat 9-dan təsəvvür edin, axşam sayılır, 5-ə qədər imtahan sayılacaq, orada olmalıyıq. Onsuz da özü çox yorucu prosesdir, bir də orada verilən tapşırıqları, sualları yerinə yetirmək, biz belə tutum, hə. Bunun özü ümumiyyətlə çətin bir şey olacaq bizim üçün, bilmirəm nə edəcəyik, necə eləyəcəyik. Özdə 2 gün olmağı ümumiyyət adam pis edir. Birinci gün qutardı, hə, ikinci gün nədir? Buna baxın. Bilmirəm, kişinin baxışı düşdü yoxsa yox, onu çəkməliydik. Hə, ona görə çox çətin olacaq. İkinci gündə səhər 9-dan günorta 2-yə qədər davam edəcək. İmtahan nədir? Buralar çəkib göstərəcəm onsuz da hamısını sizə. Sadəcə indi elə-belə yol gedirdim. Ən azından imtahana getdiyimi deyirəm. Yoxsa imtahandan çıxdığımda da deyim. Belə. Deyəcək başqa sözüm yoxdur. Bütün qrupun qanı qaradır. Hamı əsəbləşib. Çox danışsam, çox ikisi eləyəcəm. Hindistanlı qaqaş. Nəysə. Adını çəkmirəm, birdən videoma rast gələr arasın, sonra bir yapırlar. Özünüzə yaxşı baxın. Dua eləyin. Dua eləyin ki, həm imtahanım yaxşı keçsin, cavabı yaxşı gəlsin, həm də o birisi imtahanım normal olsun. Özünüzə yaxşı baxın bir daha, sağlıqla qalın, hələlik.